məsləhət verirsiniz. Ola bilsin ki, mənim qaçırdığım bir məqam oldu. Mən bu barədə bu düşüncəyə sahib olmuşam bu günə kimi. Tamamdır, çox sağ olun. Mən daha bu barədə daha dərin bir araşdırma aparıb deyib də söhbəti yumuşaldır, yanlaya bilərsən. Bu bizim metinlərlə aiddir. Necə? Bizim Bax, indi okey. İnsanın ən vacib məqamlardan biri empatiya qurmaq və insanı tanımaq, oxumaq sənətidir. Siz ortağa girəndə, mən intervyu təhsili aldım, bütün intervyulara girəcəm, belə çıxış edib çıxacaq. Xeyr. Eyni intervyu, bax, siz Oilfield'i tanıyırsınız da, düzdürmü? Sizcə mən Halliburton'a girdiyim, çıxış elədiyim kimi, BP-də girib çıxış eləsəm, məni götürərlər işə? Götürməzlər. Düzdür. Halliburton görəndə belə bir dəli dolu adam, necə, bunu biz fildən fildə tuluyarıq, necə dəli dolu adamdır bu. Mən BP-də çıxıb belə danışsam, belə hamısı şok olacaq ki, bu kimdir bu, belə. Tamam mı? Hə. Və bu videomla mən Sokar'ın intervyusuna girə bilərəmmi? Yox. Bu videomla mən SLB-nin intervyusuna girsəm, tamam, xoş gəldin deyəcəklər. Sokar'ın intervyusuna girsəm, belə oturur bunu, sən bizə saygın yoxdur deyəcəklər. Sən bu dəqiq kostyumda qalsın olmalıydın. Düzdürmü? Bu yönlə hər intervyuda girdiyim otaqda mən necə bir yerə düşmüşəm, qabağımdakılar kimdilər, nə tipdədirlər, başa düşürüm bu çətindir dostlar, amma yol buradan keçir. Və bunlar bu dəqiqə məndən nə istəyirlər? Mən nə istəyirəm, bu dəqiqə nəyi satacam, yox. Bunlar məndən nə istəyirlər və mən onları dinləməyi bacarmalıyım. Siz dinləməyi bacarırsınız bizi. Bax, mən bir şeyi izah edirdim, deyirdim, dinləmək istəmirdiniz. Öz bildiyinizi satmağa çalışırdınız. Razı. Mən deyəndə ki, bax, məsləhət deyil belə aparmağın, belə danışmağın, bunu belə düşünməyin, düzəlt deyirəm, siz yenə də öz bildiyinizi saymaqda davam edirsiniz. Razıyım? Bəzən danışıqda keçir. Bəli. Yəni, bunlar hamısı yanlışdır. Yəni, HR-ın sözünü kəsmək yanlışdır. HR-a elə deyil demək yanlışdır. Yəni. Və ya emosiyaya qapılmaq, əsəbləşmək, sifətinin dəyişməyi, sən sabah, Aylin xanım, sən sabah, yəni işdə bir müştəri başında, işdə bir menacerin gəlib sənlə belə səhv danışanda, sən niyə onun sifətinə mi yanaşacaqsan? Cidden qovuldun yəni. Gör, başa düşürsünüz? Qaşardan duxsuz satır nəsə deməyə yəni. Qızı balası, gülümsüyüb, bəzən sizi çox istəyirəm, belə baxın yəni. Başqa duxun iş həyatında sən duxunacaqdır başqa, yəni böyük bir korporasiyadırsa. Yəni mən burada əziyyət çəkirəm. Oilfield'də çox rahatdır. Deyirsən ki, dostlar, hə, bu edilməlidir, görürsünüz işte yəni. Kimin duxusu var ki, onu eləməsin? Bu edilməlidir, bitdi. Çünki orada hamı ailə dolandırır və heç kim o işi əlindən qaçırtmaq istəməz yəni. Burada gələn işçinin bir gün mudu belədir, bir gün mudu elədir, bir gün baxsan işinə profesional yaşayır, bir gün görsən mudu yerlərdədir. Bu nədir bu yəni? İşə mudunu salmamalısan. Bu da haradan başlayır? İntervyudan. İntervyu sən mudunla girməməlisən yəni. Bugün mən çox yorğun idim, bugün mən çox gərginəm. Və yaxud gözləyirdik mən acam. Bu nədir? Və yaxud gözləyirdik mən acam nədir yəni? Tamam, belə şeylər olmamalı dostlar. Profesional bir level var. Eyni ton, eyni səs, eyni danışıq aparmalısınız. Sənin gülüş tonun var. Mədəni belə bir gülüşün olmalıdır. Bitdi. Qabağındakı intervyuda da əlin qoyub belə rahat oturub deyə sən də rahat otura bilmərsən. Tamam mı? İntervyuda danışan adam ha eləyə kimsə ha nətər dedin hə? Eləyə bilmərsən. O gürdan gülür deyə sən də ondan qarşılıqlı gülüşə bilmərsən. O əsəbləşəndə sən də belə biriniz var ki, mən belə elədi, siz də belə kəlmə atmağa çalışırsınız, değil mi? Eləyə bilmərsən. O adam səs tonunu qaldırır, siz eyni tonda danışmağa davam edirsiniz. Eyni ton səsin sıxırsa deyil. O tondur ki, arxaya belə o səs yansıyır. Və salam yəni. Tamam mı? O ton Zeynəb xanımın, Müsaç xanımla misal göstərəm, səsinin tonudur. O ton sizin səsinizin tonudur. Tamam, bu ton eşidilir, ətrafdakı insanlar eşidir ki, siz nədən danışırsınız. Amma siz burada danışırdınız, orada oturanlar eşitmirdiniz. Mümkün eşitmirdi. Halbuki bir də otağın içindəyik yəni. Tamam mı?